Esselamu Aleyküm. Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Bilmək lazımdır ki, süni intellekt əsaslı məlumat mənbəyi deyil, bir köməkçi vasitəsidir. Yalnız ixtisası olan onun vasitəsilə məlumat əldə edib, onu səsləndirib və ya verdiyi məlumatı yaya bilər. Dini mövzuda hər kəs sual verib cavabı ilə qane olmamalı, yalnız bu sahədə biliyi olan cavabları araşdırıb sonra istifadə edə bilər. Sadə dildə desək, istənilən məsələdə başı çıxmayan biri süni intellektə incə məsələlərdə arxayın olmamalıdır. Amma elə təməl məsələlər var ki, süni intellekt bu məsələlərdə cavabı bir mənalı şəkildə dəqiq və dəyişilməzdir. Yəni, misal üçün, İslam dinini hədissiz tətbiq etmək mümkündürmü, yoxsa yox? Tamamilə heç bir hədisdən istifadə etmədən. İslam alimlərinin əksəriyyəti İslam dinini yalnız Quran əsasında tətbiq etməyin mümkün olmadığını düşünür. Hədislər Peyğəmbərin sallallahu aleyhi və səlləm İslamın düzgün anlaşılması və tətbiqi üçün mühüm bir qaynaqdır. Bu səbəbdən bir çox alim və müctəhidlər İslam hüququ və həyat tərzinin formalaşmasında hədislərin də nəzərə alınmasını vacib hesab edirlər. Aydındır. İddia oluna bilər ki, axı səhih olmayan hədislər var. Bəs buna necə yanaşaq? Bəli, hədislərin doğruluğu və etibarlılığı məsələsi İslam alimləri tərəfindən ciddi şəkildə araşdırılır. Səhih, etibarlı və zəif, etibarsız kimi kateqoriyalarla qiymətləndirilən hədislər mövcuddur. Alimlər etibarlı hesab olunan hədislərə istinad edərək İslam hüququnu və həyat tərzini formalaşdırırlar. Əgər bir hədis etibarlı hesab olunmursa, onun İslam hüququ və ya əməliyyatlar üçün əsas kimi götürülməsi qəbul edilmir. Bu yanaşma, İslamın düzgün və etibarlı bir şəkildə tətbiq edilməsini təmin etmək məqsədi daşıyır. Bəs hansının düz olub olmamasını sıravi insan necə öyrənsin? Əgər bir şəxs hədislərin doğruluğu barədə məlumat əldə etmək istəyirsə, etibarlı mənbələrdən istifadə etməlidir. Bu mənbələr arasında tanınmış İslam alimlərinin kitabları, fiqh kitabları və hədis kitabları yer alır. Əlavə olaraq, yerli məscidlərdə və ya dini mərkəzlərdə mütəxəssislərlə məsləhətləşmək də faydalı ola bilər. Onlar hədislərin doğruluğu və etibarlılığı barədə məlumat verə bilərlər. Bu yanaşma dini məsələlərdə düzgün məlumat əldə etməyə kömək edəcək. Bəzi səhih deyilən hədislər müasir insanlar üçün zahiri mənası kobud və ya adət-ənənəyə zid görsənir. Bunu necə izah etmək olar? Bu cür vəziyyətlər İslam alimləri hədislərin kontekstini və məna dərinliyini nəzərə alaraq izahatlar verirlər. Hədislərin bəzi hissələri və ya ifadələri o dövrün mədəni və sosial şəraitinə uyğun şəkildə başa düşülüb. Bu səbəbdən müasir şəraitdə həmin hədislərin zahiri mənası bəzən fərqli görünə bilər. Alimlər bu cür hallarda hədislərin mənəvi və əxlaqi prinsiplərini vurğulayaraq, onların müasir həyatla necə uyğunlaşdırıla biləcəyini izah edirlər. İslamın əsas prinsipləri və əxlaqi dəyərləri dəyişməzdir, lakin onların tətbiqi müxtəlif dövrlərdə fərqli ola bilər. Bu səbəbdən alimlər hədislərin doğru başa düşülməsi və tətbiq edilməsi üçün insanlara istiqamət verirlər. Bəlkə hədis olmadan başqa dolayı yolla İslamı tam şəkildə tətbiq etmək mümkündür. Nə deyirsən bu barədə? İslam dini, Quran və Peyğəmbərin Məhəmmədin sallallahu aleyhi və səlləmin təlimatlarına əsaslanır. Peyğəmbərin əməlləri olaraq Quranın təfsiri və İslam hüququnun tətbiqi üçün mühüm bir qaynaqdır. İslam alimləri hədisləri Quranla birlikdə təhlil edərək İslamın düzgün başa düşülməsi və tətbiqi üçün istiqamət verirlər. Əlbəttə, Quran İslamın əsas qaynağıdır və onun prinsipləri hər bir müsəlmanın həyatında rəhbər olmalıdır. Lakin alimlər Peyğəmbərin sallallahu aleyhi və səlləmin və əməllərini də nəzərə alaraq İslamın tam və düzgün şəkildə tətbiq edilməsini təmin edirlər. Bu, İslamın müxtəlif dövrlərdə və şəraitlərdə necə tətbiq oluna biləcəyini anlamağa kömək edir. Qısa və konkret şəkildə bir neçə sözdən ibarət olan cümlə ilə cavab ver. İslamı hədissiz
tam şəkildə yaşamaq mümkündür, yoxsa yox? İslamı tam şekilde yaşamak için hem Kur'an hem de itibarlı hadislere ihtiyaç var. Yəni İslamı hədissiz tətbiq etmək mümkün deyil, düzdür? Bəli, doğru değilsiniz. İslamı tam şekilde yaşamak için hem Kur'an hem de itibarlı hadislere ihtiyaç var.